üzüm sevərlər, bağ həvəskarları. Artıq biz işi tutarmışıq. Bilgəh kəndindəyik. Bir yaxın dostumun bağındayıq. Bizə müraciət edildilər ki, bizim üçün çardaq qurun, üzüm əkin. Biz də onların xahişini yerinə getirdik. Hal-hazırda sulamışıq, su veririk. Xatirimizi işimizdir, dəqiqələrdir. Onun üçün tamaşaçılara göstərmək istəyirəm ki, bizim saldığımız bağlar, əkdiyimiz, düzəltdiyimiz çardaqlar yüksək məhsul verir. Ona görə ki, burada əvvəldən iş düzgün gedir. Əkiləndə lazım olan bura gübrə verilir, peyim verilir. Yaxşı yemli top verilir ki, sabah baharda göyərəndə əmici köklər onlara ilişsin və həmən ildə bar versin. Şimdi Allah qoysa biz bu çəkilişi apardıq. Bizə baxanlar da baxsınlar. Qurduğumuz çardaq budur. O Əlheydər müəllimdir. Əlyağın müəllimdir. Biz sizdən çox razıyıq. Hacı. Çox sağ olun. Sən gəl bura. Çox razıyıq. Çox sağ olun. Biz elə başa düşürük ki, bu iş axırıncı iş deyil. Sən elə haradasa Bəli. bir ayda bir dəfə, 2 ayda bir dəfə gəlib baş çəkəcəksən. Sağlıq olsun, sağlıq olsun. İndi bu başdan sənə çox sağ ol deyirik öz yerində. İndi gələcəkdə bunun bəhrini görəndə, Bəli. Arzu edirəm ki, bunlar baranı bu il.